Bu müəllimlərin cəmi 2 bayramı var da, deyək ki. Bir müəllimlər günü, bir də 8 mart qadınlar. İndi heç vaxt görməmişəm ki, mənim də övladlarım var. Hansısa məktəbdə müəllimlər üçün pul yığsınlar. Ay müəllimlər günü, ay 8 mart falan. Belə şey təbii ki, biz görməmişik. Pul yığsınlar falan məktəbdə müəllimlər üçün. Yəni hər kəs özü istəyinə görə, yəni öz müəlliminə bayramını təbrik edə bilər. İndi valla ayıbdır müəllimlərin sessiyasını yazmaq, paylaşmaq, nə bilim, işdən çıxartdırmaq, nə bilim, nə etmək. Müəllimləri, yəni səviyyədən salmaq lazım deyil. Yəni valideynlər də anlayışlı olsun, çox xahiş edirəm. Kim istəmir, verməsin. Yəni heç bir müəllim, heç bir valideyni məcbur eləmir ki, bayramda filan gətirin, pul verin. O zamanə qaldı da, o zamanədə. İndi elə bir şey yoxdur. Özünüzə yaxşı baxın və 8 Mart Qadınlar Günü bayramınız mübarək olsun. Əziz analar, bacılar, xanımlar.